Heç nar qəm Hüseyni belə yandıran mədi. Oğlu Əli Əkbər də yadından çıxıb. 7 qədəm qalanda oturdu duran mədi. Əlin qoydu belinə, sürünə sürünə gəldi Əbəlfəz balinə. Əbəlfəzin yaralı başını aldı dizi üstə. Qardaşım ay Kərimi məndən Əli Əsqər istəyib. İstəyəm dolandıran bir Əli Əsqər ağaya bax. Hə. Biləysən da. Əbəlfəzin yaralı başını aldı dizi üstə. Əbəlfəz gözünü aç. Dərdim var sənə, sözüm var sənə. Gördü o qanla dolan gözlərini açdı, yana yana ağlayək. Dedi Əbəlfəz olma nənən Ümmülbənin yadıva düşüb belə ağlaysan. Olma balon Əbdülləh yadıva düşüb belə ağlaysan. Dedi Hüseyin nənəm Ümmülbənin cavan ölən nənən Zəhraya qurban. Balam Əbdülləh cavan balon Əli Əkbərə qurban. Nənənəm yadıma düşüb, nə balam yadıma düşüb. Dedi Əbəlfəz bə niyə belə ağlaysan? Nənən yadıva düşməyib, balon yadıva düşməyib, bə niyə belə ağlaysan qardaş? Dedi Hüseyin məni ağladan budur. Şəb-i Aşura xeymələr dalında nigəhbanlıq verəydim. Gördüm rubabın xeyməsindən elə yana yana ağlamaq səsi gəlir. Gördüm rubab Əli Əsqəri alıb qucağına yana yana deyək. Lay lay nənə qurban gözüvə süd əmər oğlu. Lay lay nənə qurban gözüvə süd əmər oğlum. Yat bu gecəni bəlkə soldu səhər oğlum. Hüseyin məni ağladan budur. Qoy mərhumun zəvidən də yad olsun sen. Bir mənzərə gördüm mən özüm xeymədə qardaş. Bir mənzərə gördüm mən özüm xeymədə qardaş. Yandım ki necə ud yanar micmər əlində. Sen məni ağladan budur. Axı qalmışdı rubabi yaxası Əsqər əlində ay qardaş.